Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü videomuz ondan ibarət olacaq ki, hər hansı bir psixoloji xəstəliyi olan insan bunu necə müəyyən edə bilər, yaxud ortalığa necə çıxarda bilər? Bəzən elə olur ki, istənilən sayda psixoloji xəstəliklər var və ən azından bunun bir hissəsi ya bunun burnunda, ağzında, gözündə, qaşını sağa-sola tərpətməsi, danışıq tərzinin anidən dəyişməsi, pis olub yaxşı olması, yaxşı olub pis olması, yaxud bir sıra ilişdiyi, takıntı olduğu, yəni məcburiyyət qarşısında etdiyi davranışlar və s. Hər birini yaşaya bilər, yaxud yaşadığı şeyin hansı xəstəlik olduğunu necə biruzə verə bilər. Bəzən boşbekar olursan, hər hansı bir səhhətində yaxud psixoloji həyat tərzində bir xəstəlik olduğunu sezirsən. Yəni, özün sən bunu hiss edirsən. Məsələn, tutaq ki, çölə çıxsan, 10 dəfə gedib qazı yoxlayırsan. Bunu adi götürsən, hər hansı bir oyun oynamaqdansa, yaxud boş-bekar çöldə gəzməkdənsə, hər hansı bir şeylərə mənfi olan vaxt itirməkdənsə, bunu götürüb əlində araşdırsan ki, bu xəstəliyi yaradan nədir, yaxud bunun səbəbi nədir, adi bir cümlə olaraq axtarış panelinə search etsən, yəni ingiliscə axtarsan, bunun nəticə etibarından tapacaqsan. Və ən azından hər şey bir yana, bu səndən kimsə pul, maddi ehtiyat tələb etmir ki, tələb etsə cəhənnəm, etmir fakt. Bir hər hansı bir psixoloqdan bununla bağlı soruşsan və sənin şəxsi inkişafının qarşısında baryer, əngəl kimi duran həmin şeydən də qurtula bilərsən. O qədər milyonlarla sayda bu xəstəliklərin içərisində biri sənə düşübsə və bugün bunu yola vermək, sabah onu yola vermək, o həmin bir xəstəlik 2 olacaq, 2 isə 3 olacaq, 4, 5, gördün ki, artıq çökmüsən, sən pis vəziyyətdəsən, yoxsan. Və nəticə etibarı ilə də həmin inkişafa mane olacaq bu xəstəliklərin bəlkə də biri beyinə mane olursa, ikisi ürəyə mane olur. Üçü bütün səhhəti korlayır. Və korladığı bütün səhhətdə ümumən hər hansı bir qazanc məqsədinlə çölə çıxdığın son hədd nəticəsində olan əmək haqqı olan maaşın var, quru maaş deyilir ona ki, ondan başqa gəlirin yoxdur. Ona da getməyə, loril ilə desə və kobud da desə, canın çıxır. Ərinirsən, yataqdan qalxa bilməmək, davamlı olaraq mənfi rituallar. Və ona görə hər zaman hər hansı bir mənfi, səni yoradıcı bir xəstəliklər olduğunu təqdirdə, lap sən pis ol, bugün də, sabah da, axır bunun sonu olmalı ya yox. Hər hansı bir mənfi, səni pis edəcək bir şeylər varsa, bunu ortağa çıxardıb, həlli yolunu tapmağa cəhd göstərməlisən. Sən cəhd göstərməsən, bunu bacarmasan, heç kimsə bunu etməyəcək. Bu qədər. Psixoloji seanslar davam edir. Əyani və onlayn həyata keçirilir. Suallarınız olduğu təqdirdə verə bilərsiniz. Və direkt, yaxud mesaj bölməsindən çalışın suallarınızı verin və bu kanalın yaranmaqda məqsəd hər hansı psixoloji xəstəlik olan, lakin onu ortalığa çıxarda bilməkdə çətinlik çəkən şəxslərlə bağlıdır.